öz dərslərimdə və çıxışlarımda münasibət bildirdiyim bir mövzuya bir daha geri dönmək istəyirəm, daha geniş formada. Təəssüf ki, Azərbaycanda bəzi acı reallıqlar var iş həyatı ilə əlaqədar və onlardan biri də budur ki, Azərbaycanda savadlı insanların yüksəlməsinə uyğun münbit mühit yoxdur. Bu bir həqiqətdir. Amma burada başqa məqamlar da var. Baxın, təəssüf ki, ölkəmizdə səs-küy salan insanlar irəliyə daha rahat gedirlər, daha da rahat yüksəlirlər. Nəinki sakit, səssiz, amma işini görən peşəkarlar, bilikli insanlar. Çünki ölkədə iş dünyasında mühitimiz təvazökarlığı dəstəkləmir. Mühitimiz şovmenliyi, hayküy salmağı, özünü göstərməyi dəstəklədiyinə görə iş dünyasında mühit olaraq elə ancaq danışa bilənlər və yüksək səslə özü haqda yalandan da olsa bəyanatlar verə bilənlər irəliyə gedirlər. Bir digər məqam savadlı insanların Azərbaycanda valideynləri tərəfindən edilən səhvlərdən də biri odur ki, savadlı insanlar ancaq savadlıdırlar. Ancaq savad və bilikləri var, bacarıqları var, öz işlərini çox yaxşı bilmələrinə rağmen öz bilik, savad və təcrübələrini satmağı bacarmırlar, öz bilik və nəticələrini təqdim etməyi bilmirlər. Və nəticədə bir şirkətdə ya da dövlət qurumunda, iclasda savadlı insan işini sadəcə edir və susursa, 10 nəfər belə savadlı insanın yanında bir nəfər onlardan savad olaraq daha aşağıda olan, amma daha çox danışan, bilən və işi bacaran kimi görünür. Bir digər məsələ iş həyatının qaçılmaz məqamlarından biri də budur ki, qaçılmaz reallıqlarından biri də budur ki, biz iş həyatında davamlı maraqların toqquşduğu bir mühitin içərisindəyik və bəzən bilikli və savadlı olmaq yetərli deyil. Biz həm də psixoloji baxımdan toqquşmalara, konfliktlərə, qarşı durmalara hazır olmalıyıq. Amma Azərbaycanda savad verən, övladına savad verən valideynlər övladını çox abır-həyalı, mədəni və savadlı böyütdüyünə görə iş həyatında ikiyüzlülər, həyasızlar, hayküy salanlar, öz davranışları ilə agresiya göstərənlərlə savadlı insanlar türkcə desək uğraşmadıqlarına görə savadlılar yüksələ bilirlər və qalib də gəlirlər hansısa bir toqquşma olanda. Savadlı insan isə abır həyasına bürünür, xalq dilində desək, mədəni olduğuna görə də susur. Bir digər məsələ, savadlı insanların səhv etmə qorxusu var. Çox özlərinə və heç kimdən söz götürmək istəmədiklərinə görə çox səssiz dururlar bəzən və səhv etməkdən qorxurlar. Digər yoldaşlar qorxmurlar və nəticədə də belə bir mənzərə yaranır ölkədə ki, iş dünyasında daha az savadlı, daha agresiv və kobud insanlar yüksələ bilirlər və nəticə olaraq biz iş dünyasında bugün bir çox rəhbərlərin, şöbə müdürü, departament direktoru, şirkət rəhbərlərinin kobud, savad olaraq aşağı olan, mədəniyyət sıxıntısı olan, bəzilərinin ümumiyyətlə tərbiyəsi olmayan insanları görürük şirkətlərdə, rəhbərlikdə. Bu mövzuda mən düşünürəm ki, tək o bütün çıxışlarımda və tədbirlərimdə də dediyim bir məqamı bir daha vurulamaq istəyirəm. Savadlı və bilikli olmaq vacibdir, amma yetərli deyil. İnsanın həm də psixoloji gücü, duruşu, içində müəyyən aqressiyası və özünü satma bacarığı da olmalıdır ki, öz bilik və bacarıqlarını satma bacarığı da olmalıdır ki, savadlı insanlar yüksəlsinlər. Ona görə mən düşünürəm ki, bu mövzuda savadlı insanlar öz o biri bacarıqlarını və psixoloji güclərini, duruşlarını da gücləndirməlidirlər. Güclü olun.